Elə bir evi sizlərə təqdim edirəm ki, bu ev əminəm ki, satışda çox qalmayacaq. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Hər birinizi salamlayıram. Sizlərə 2.2 sot torpaq sahəsində inşa olunan, evin də torpağın da kubçası olan 2 mərtəbəli, hündür, zirzəmili, qarajlı, 4 otaqlı bir həyət evini təqdim edirəm. Evimizin ikinci mərtəbəsi tam təmirli 4 otaq, birinci mərtəbəsi isə təmirsizdir. İstəsəz bu evi 2 ailəyə yararlı ev kimi də istifadə edə bilərsiniz. Yəni 7-8 otağa yararlı ev kimi də istifadə etmək məqsədə uyğundur. Belə bir gözəl həyət yanı sahəsi var. Həyətinə bir neçə avtomobil tam rahat şəkildə daxil ola bilir. Həyətində burada kiçik də olsa torpaq sahəsi ayrılır. Burada istəsəz gələcəkdə besetka yığdırarsınız. Qaz, su, işıq, kanalizasiya, kubça hamısı var. Evin tikilişi zamanı başlanğıcından sonuna kimi istifadə olunan bütün materiallar keyfiyyətli materiallardan istifadə olunub. Çox gözəl, maraqlı bir proyekti var və belə proyektdə olan evlər satışda çox az qalır, çox az qalır. Evin baxın yanına keçmək olur. Yanında da kifayət qədər boş bir sahəsi var. Əla bir proyekti var. Yəni əsl standartlara uyğun şəkildə inşa olunan bir evdir. Evlər arasında məsafə qorunub və 2-3 maşınlıq böyük bir qaraj sahəsi və burada da gələcəkdə köməkçi otaqlar edə bilərsiniz, zirzəmi kimi saxlaya bilərsiniz, sport zal və yaxud da ki, burada ev də düzəltmək olar. Necə? Baxın, burada mətbəx, sanitar qovşağı, yataq otağı, zal düzəltmək imkanı var. İkinci mərtəbənin proyektinə baxsaq, görəcəksiniz ki, oradakı proyekti, yəni ikinci mərtəbədəki proyekti aşağıda da etmək imkanı var. Rigerlərdən istifadə olunub, kolonlardan istifadə olunub. Yaxşı tikilmiş bir evdir. Çox gözəl, yaxşı keyfiyyətlə tikilmiş bir evdir. Gəlin qalxaq ikinci mərtəbəyə. Qiyməti də otaq sayına görə, sahəsinin genişliyinə görə çox münasib bir qiymətdir. Bu gördüyünüz 2 mərtəbəli, kubçalı həyət evimiz 93.000 manata təklif olunur. Harda yerləşir? Saray qəsəbəsində Nazim marketin arxasında 250 metrlik məsafədə bir nömrəli məktəbə, bağçaya, marşrut xəttinə yaxın bir ərazidə. Və qalxaq evimizin əsas təmir olunmuş ikinci mərtəbəsində yerləşən otaqlarla sizi tanış edir. Pləkanları da çox rahat pləkanlardır, enli pləkanlardır. Ağlay daşlarla üzlənib, fasad tarsovka, silikonlu boyadan istifadə olunub və keçək evimizin daxili ilə tanış olaq. Döşəməsi polluq taxtadır. Aboylar çox gözəl, çox səliqəli, çox işıqlı bir evdir. Açıq tonlu təmir materiallarından istifadə olunub. Bu hissədə evimizin belə bir gözəl, geniş bir qonaq otağı, TV üçün, TV stentinə kimi yığılıb, kombi xətti çəkilib, hazır vəziyyətdədir. Ölçüsünə görə əla təklifdir. Yəni, ölçü 2 mərtəbəli evlərin ölçüsündədir. Əlavə olaraq da ki, qarajı var, köməkçi otaqları var, böyük bir üstünlükdür. Burada evimizin mətbəxi, mətbəx də maşallah olsun çox genişdir. Yəni videoda nədirsə ölçüsü odur. Adətən bəzi müştərilər deyir ki, ev videoda düşdüyündən kiçikdir, amma bu evdə isə əksinə. Əksinə çox böyükdür. Eyni zamanda burada TV xətti çəkilir və evimizin yataq otaqları, pəncərəsi öz həyətinə baxır. Otaqların hamısı genişdir, sanuzeli, alıcı ilə satıcı arasında razılıqdan sonra aksesuarlar təbii ki, quraşdırıla bilər. Asma tavandan istifadə olunub, 4 bir tərəfdən qoşa daş, kəmər, fundament hamısı öz qaydasında. Yəni, mütəxəssis varsa tikinti barəsində götürün, gəlsin tam tikilişinə baxa bilər. Qiymət 93.000 manatdır, reallıq olsa danışmaq imkanı var. Sağ olun.